sizi hiç unutmarız. Şehitler biz sizi hiç unutmarız. Şehitler biz sizi hiç unutmarız. Şehitler biz sizi unutmarız. Salam olsun sizə, gələcəyin igid qəhrəman oğulları. Biz bu günlərim bizim Alpaqut Döyüş Federasiyasının Ağdam rayonu üzrə təşkilatın bizim rəhbəri Kənan müəllimin şagirdləri, tələbələri bu günlərim həmişə olduğu kimi döyüşə getməmişdən öncə, yarışa getməmişdən öncə bizim Xanı Əminin ziyarətinə gəliblər. Və mən istərdim ki, bu tədbirimizi başlamamışdan öncə Azərbaycanımızın ərazi bütövlüyü, suverenliyi uğrunda öz şirin canlarından keçən igid, qəhrəman, şəhid qardaşlarımızın əziz xatirəsini bir dəqiqalı sükutla yad eləyək. Allah cəm şəhidlərimizin məqamını uca eləsin. Bəli, həmişə Alpaqut Döyüş Federasiyasının idmançıları yarışa getməmişdən öncə bizim igid qəhrəmanımız olan, həmişə də bizim üçün, bütün Azərbaycan üçün igid qəhrəman olan Xanı Əmi onları şəhidlər xiyabanına aparıb, orada şəhidlərimizdən halallıq alıb. O cümlədən bizim Quzanlıda olan 1-ci Qarabağ müharibəsinin şəhidlərini də ziyarət eləyib, sonra yarışa yollanırdılar. Və həmişə onlar yollandıqdan sonra qaydanda zəfərlə qaydırdılar. Çünki bizim igid qəhrəmanımız Xanı Əminin təşəbbüsü ilə həmişə olduğu kimi onlar igid qəhrəman kimi böyüyüb və bizim xalqımızın həmişə dar günündə onun yanında olurlar. Bu günlərimdə həmin o ənənəyə sadiq qalaraq bu gündə Xanı Əminin ziyarət eləməkdən başlamaqla bu qəhrəman idmançılarımız yarışa yollanacaqlar. Bu günlərin bizim burada Xanı Əminin böyük oğlu, həmişə atasının adını yüksək tutan, uca tutan onun oğlu bu günlərim burada. Hüseyin qardaşım. Mən istərdim ki, elə ilk sözü Hüseyin qardaşıma verim. Atası əvəzindən bu gənclərimizə həm xeyir dua versin, həm də atasının ənənəsini davam elətsin. Buyur Hüseyin. Çox sağ olun söz verdiyiniz üçün. Hər birinizə təşəkkür edirəm. Əziyyət çəkib gəlmişsiniz bura qədər. Haqqınızı halal eləyin hamınız. Halal olsun. Sizə uğurlar arzulayıram qardaşlar. Başda Kənan müəllim olmaqla hər birinizə uğurlar arzulayıram. İnşallah zəfərlə gedib zəfərlə qayıdacaqsınız. Mən buna inanıram. Danışacaq başqa bir şey yoxdur. Üzr istəyirəm. Danışında biraz kövrəlirəm. Yəni yalnız uğurlar arzulaya bilərəm. Başqa heç bir şeyim yoxdur. Sağ ol. Və bu işin təşəbbüskarı bizim əziz dostumuz, o cümlədən Xanı Əminin ən yaxın sirdaşı Elşən müəllimi dəvət eləyirəm bura. Bizim komandirimiz. Cavan döyüşçülərimizi döyüş meydanından zəfərlə qayıtmaqlarını İnşallah. Bəli.
İdman Bu çox özü də böyük bir bir döyüşdür, bəli, çox böyük bir məsuliyyətdir. Təbii ki, hər bir gəncimizin uğuru bizim bütün Azərbaycan xalqının uğurudur. Allah dövlətimizi uca eləsin, bayrağımız daim yüksəklərdə dalğalansın. Amin. Var olun, çox sağ olun. Çox sağ olun.